Sinif riyaziyyat körpü nəşriyyatından testlərin izahını verəcəm. Birinci testdən başlayaq. Neçə misalda hasil 3 rəqəmlidir? Baxaq, hasillərimizi tapaq. 74-ü 3-ə vursaq, 70-i 3-ə vursaq, 210, 4-ü 3-ə vursaq, 12. 210-un üzərinə 12 gəlsək, edir 210-un üzərinə 12 gəlsək, 22 edəcək. Aha. 3'ü 17'ye vursak edir 51. 92'ni 2'ye vursak edecek 184. Alt-alta da vurmakla yazabilirsiniz. 41'i 2'ye vursak edir 82. 37'ni 3'e vursak 37'ni 3'e vursak edecek 111. Bize deyir ki, misallardan neçəsi 3 rəqəmlidir. Neçəsi 3 rəqəmli oldu? 122, 184, 111. 3'ü. Doğru cevap olur. Ve ben de əməllər sırasını yerinə yetirməklə hasili hesablayın. Baxaq. Ardıcıl əməllərdir. İlk öncə 45'in üzərinə 65 gəlirik. Edəcək 110. 110'u baxın, mötərizənin içərisi 110 edir. Sonra 110'u 4'ə vururuq. 110'u 4'ə vurup 64'ü isə 8'ə bölməklə yazırıq. 110'u 4'ə vursaq edəcək 440. Çıxaq. 64'ü 8'ə bölsə edir 8. 440'dan da 8 çıxsaq edir 432. Doğru cavab A bəndi. Bakı-Sumqayıt sürət qatarı 6 vaqondan ibarətdir. Hər vaqon 18 yerlik olarsa 121 sərnişin üçün oturacaq sayı bəs edərmi? Baxın, Bakı-Sumqayıt sürət qatarı 6 vaqondan ibarətdir. 6 dənə vaqon var. Hər vaqonda 18 yer, hər vaqon 18 yerlik olarsa 121 sərnişin üçün oturacaq sayı bəs edərmi? 6 vaqon varsa, əziz şagirdlər, hər vaqonda da 18 yer var. Yəni, bir vaqonda 18 nəfər əyləşə bilər. Bir vaqonda 18 nəfər əyləşə bilərsə, 6 vaqonda 6'nı 18'ə vururuq. 6 dəfə 8'in 48, 8 yazırıq. 4 yadda, 6 dəfə 1'in 6, 4 də yadda 10. 108. 6 vaqonda 108 nəfər əyləşə bilər. 121 nəfər üçün yer olmaz. Baxırıq 4-cü məsələyə. Cəmilə ingiliscə yeni sözlər öyrənir. O 3 gün ərzində hər gün 35 söz. 4 gün ərzində isə hər gün 26 söz öyrəndi. O həftə ərzində cəmi neçə söz öyrəndi? Baxın, Cəmilə söz öyrənmək istəyir. Deyir ki, mən bir həftənin günlərini böləcəm. 3 gün ərzində, yəni bir gündə günə 35 söz olmaqla 3 günə neçə dənə söz öyrənəcək bunu düşünəsiniz. Və həftənin digər 4 gününü hər gündə, 4 günün hər bir günündə 26 söz olmaqla öyrənəcək və ümumi həftə ərzində neçə söz öyrənib onu tapırıq. 3 günə 35 sözdürsə 35'i vursaq 3'ə. 3 dəfə 5'in 15. 5 yazırıq. Bir yadda 3 dəfə üçün 9, bir də yadda 10. Cəmilə bir günə 35 söz öyrənsə 3 günə 105 söz öyrənər. Cəmilə bir günə 26 söz öyrənsə 4 günə 4'ü vuruq 26'ya. 4 dəfə 6'nı 24. 4 yazırıq 2 yadda. 4 dəfə 2'in 8. 2 də yadda 10. 104 söz öyrənmiş olar. Bizdən soruşur bir həftə ərzində. Bir həftəmizdə 7 gün var. 3 günü bir parçalayıb 4 günündə bir. Cəmi neçə söz öyrənmiş olacaq? 105'in üzərinə 104 gəlməklə tapırıq ki 209 söz öyrənmiş olar. Doğru cavab olur C bəndi. Davam edək. Bir yeməkxanada gün ərzində 46 ədəd çörək yeyilir. 2 gün ərzində
Neçə çörək yeyirlər? Bir günə 46 çörək yeyilirsə, 2 günə 46-nı vururuq 2-yə, 92 çörək yeyirlər. Doğru cavab olur B bənd. Hansı müqayisə düzgün verilməmişdir? 43-ü 6-ya vursaq, 43-ü 6-ya vursaq neçə edir? 6-nı 40-a vursaq 240, 6 dəfə 3-ün 24. Buraya edəcək 264. Yox, üzr istəyirəm. 6-nı 3-ə vursaq 18 edir. Buraya edəcək 258. Sonra buranı hesablayaq. Əvvəlcə 9-u 23-ə vuruq. 9-u 23-ə vursaq, 9-u 2 onluq 20-yə vursaq edir 180. 9 dəfə 3-ün 27. 180-in üzərinə 27 gəlsək edir 207. 207-nin üzərinə 67 gəlsə edir 267. 258 kiçikdir 267-dən olmalı idi. Amma burada işarəni baxın, səhv yazıb. Elə səhv fikir olacaq A bəndi. Digərlərini də hesablayıb daha dəqiq baxa bilərsiniz. 65-i 4-ə vura bilərsiniz. 65-i 4-ə vursaq 4 dəfə 5-in 20, 0-2 yadda. 6 4-ün 24, 2 də yadda 26. 260-dan 59 çıxsaq, bax bura ümumilikdə eləyəcək 201. Digərini hesablasaq, 63-ü 3-ə vursaq edəcək 189. Baxın, bura edəcək 189. 78-in üzərinə 189 gəlsək. 7 1 yadda, 7-nin üzərinə 8 gəlsək. 15 1 də yadda, 16 1 də yadda, 2 267. Bura bütövlükdə elədi 267. 260 kiçikdir 267-dən. Bu cür yaza bilərsiniz. Burada 52-ni 3-ə vursaz edəcək 156. Üzərinə də 100 gəlsəz 256. Digər tərəfə hesablayaq. 29-u 7-yə vursaq, 7 9-un 63, 3 yazırıq 6 yadda, 7 2-nin 14, 6 yadda 23. 203-ün də üzərinə 6 yadda 20 cəm edir 203. 203-ün də üstünə 53 gəlsək edir, cəm edəcək 256. Bəli, bərabər işarəsi olmalıdır. Doğrudur. Bir tamaşa bileti 8 manatdır. 23 şagird həmin tamaşaya bilet almaq üçün nə qədər pul ödəməlidir? Bir tamaşa biletinin qiyməti 8 manatdırsa, yəni bir şagird bilet almaq istəsə 8 manat ödəməlidir. Bəs 23 şagird bilet almaq üçün neçə manat ödəyəcək? 23-ü vururuq 8-də. 8 dəfə 3-ün 24, 4 yazırıq 2 yadda. 8 dəfə 2-nin 16, 2 də yadda 18. Neçə manat ödəyəcək? 184 manat ödəyəcək. Davam edək. 75 ədədinin 3 qatından 17 vahid az ədədi tapın. 75-in 3 qatı 75-i 3-ə vurmaq deməkdir. 75-i 3-ə vursaq 3 dəfə 5-in 15, 5 1 yadda, 3 dəfə 7-in 21, bir də yadda 22, 225. 225-dən də 17 çıxırıq. 15-dən 7 çıxsaq 8, 1-dən 1 çıxsaq 0, bu da 2. 208. Doğru cavab olur C bəndi. Ən böyük rəqəmli ədədin 2 mislindən 15 vahid çox olan ədədi tapın. Ən böyük 2 rəqəmli ədəd neçədir? 99. 99-un 2 misli 99-u 2-yə vurmaq deməkdir. 2 dəfə 9-un 18, 8 yazırıq bir yadda. 2 dəfə 9-un 18, bir də yadda 19. 198. 198-dən 15 vahid böyük ədəd. 198-dən 15 vahid böyük ədəd 198-in üzərinə 15 gəlməkdir. 8-in üzərinə 5 gəlsə 13 edir. 3 yazırıq bir yadda. 9-un üzərinə 1 gəlsə 10, bir də yadda 11, 1 yazırıq bir yadda 1, bir də yadda 2. Neçə edəcək? 213 edəcək. Doğru cavab olur A bəndi. Məhəmməd gündə 16 səhifə oxuyaraq bir həftədə kitabını bitirər.
Məhəmmədin kitabı neçə səhifədir? Baxın, Məhəmməd gündə 16 səhifə oxuyursa, bir həftəyə kitabı bitirirsə, biz düşünməliyik. Bir həftə neçə gündür? Bir həftə 7 gündür. Məhəmməd gündə 16 səhifə oxumaqla 7 günə kitabı bitirirsə, 16-nı vururuq 7-yə. 7 dəfə 6-nın 42, 2 yazırıq 4 yadda. 7 birin 7, 4 də yadda 11. 112 günə kitabı oxuyub bitirmiş olar. Növbəti səhifəmizə də baxaq. Təsvir olunmuş ifadənin qiymətini hesablayın. 243-ü 2-yə vurub, 2 dəfə 3-ün 6, 2 dəfə 4-ün 8, 2 dəfə 2-nin 4. Neçədir? 486. Doğru cavab olur C bəndi. 217 ədədinin 3 mislinə 18 əlavə etsək, hansı ədəd alınır? Baxın, 217-nin 3 misli nə deməkdir? 217-ni 3-ə vurmaq deməkdir. 3 dəfə 7-nin 21, 1 yazırıq 2 yadda. 3 dəfə 1-in 3, 2 də yadda 5. 3 dəfə 2-nin 6. 217-nin 3 misli 651-dir. Üzərinə 18 əlavə etsək, 651-in üzərinə 18 gəlmiş oluruq. 1-in üzərinə 8 gələndə 9, 5-in üzərinə 1 gəlsək 6, 669. Doğru cavab olur B bəndi. Baxaq növbəti məsələmizə. Teatrda çərşənbə günü 124, cümə axşamı isə 118 bilet satıldı. Bir biletin qiyməti 4 manat olarsa, teatr bilet satışından nə qədər pul əldə etmişdir? Baxın, əziz şagirdlər, çərşənbə günü, yəni 3-cü gün 124 bilet satılıb, cümə axşamı 4-cü gün 118 bilet satılıbdır. Gəlin öncə baxaq görək bizim cəmi neçə biletimiz satılıbdır. 124-ün üzərinə 118 gəlirik. 4-ün üzərinə 8 gəlsək 12, 2 yazırıq. 1 ya da 2-nin üzərinə 1 gəlsə 3, 1 də ya da 4, 1-in üzərinə 1 gələndə 2. Bizim cəmi 242 biletimiz satılmışdır. Biletin qiyməti 4 manat olarsa, baxın, bir bilet 4 manatdırsa, 242 biletdən nə qədər pul əldə etmişik? 242-ni vururuq 4-ə. 4 dəfə 2-nin 8, 4 dəfə 4-ün 16, 6 yazırıq 1 yadda. 4 dəfə 2-nin 8, 1 də yadda 9. 968 manat əldə edilmiş olar. Baxaq növbəti tapşırığa, nöqtələrin yerinə hansı ədəd yazılmalıdır? 146-nı 6-ya vuraq. 146-nı 6-ya vursaq, 6 dəfə 6-nın 36, 6 yazırıq. 3 yadda 6, 4-ün 24, 3 də yadda 27, 7 yazırıq. 2 yadda 6, 1-in 6, 2 də yadda 8. 876, baxın, bura 876 etdi. Bizim hasilimiz 876-dır. Bərabər işarəsi qoyub, yəni burada vuruq hasil kimi baxa bilərik. Vuruq hasil kimi baxsaq, baxın, birinci vuruğumuz bilmirik neçədir. İkinci vuruğumuz 4-dür, hasilimiz 876-dır. Məchul vuruğu tapmaq üçün nə edirik? Hasili məlum vuruğa bölürük. 876-nı bölürük 4-ə. 8-in içində 4 2 dəfə, 2 dəfə 4-ün 8, 7-nin içərisində 4 1 dəfə, 1 dəfə 4-ün 4, 3-ü qalır, 6-nı düşürsək 36-nın içində 4, 9 dəfə, 9 dəfə 4-ün 36. Neçə edəcək? 219. Boş yerə 219 yazılmalıdır. Baxaq növbəti 5-ci məsələmizə. Bir yük təyyarəsi bir uçuşda 223 kiloqram yük daşıyır. Təyyarə 4 uçuş həyata keçirərsə neçə kiloqram yük daşımış olar? Baxın, bir yük təyyarəsi bir uçuşda, bir dəfə uçanda 223 kiloqram yük aparırsa, 4 dəfə uçanda neçə kiloqram yük apardığını tapmaq üçün təbii ki 223-ü 4-ə vurmuş olaraq. 4 dəfə 3-ün 12, 2 yazırıq 1 yadda, 4 dəfə 2-nin 8, 1 də yadda 9, 4 dəfə 2-nin 8. Neçə kiloqram etdi? 892 kiloqram yük daşımış olar. Yarışda Gülşən 112 xal, Murad ondan 3 dəfə çox, Ləman isə Muraddan 56 xal az topladı. Ləman neçə xal toplamış oldu?
Baxın, əziz şagirdlər, bu cür tapşırıqlarda çalışın, adlarını qeyd edin. Baxın, Gülşən 112 xal toplayıb, düzdürmü? Murad Gülşəndən 3 dəfə çox 112-ni vururuq 3-ə. Çalışıram alt-alta vurum, sizə daha rahat olsun. Alt-alta vurmanı öyrənəsiz, çətinlik çəkənlər təbii ki. İndi burada yer az olduğu üçün qarşı-qarşıya yazdım. Burada bu cür düşünə bilərsiniz şifahi olaraq. 100-ü 3-ə vursaz 300, 12-ni 3-ə vursaz 36. 300-ün üzərinə 36 gəldi 336. Murad 336. Ləman da Muraddan 57 xal az toplamışdır. Ləmanın xalı da bundan 56 azdırsa Ləman 336'dan daha doğrusu 57 xal azdır. Çıxırıq 57-ni. 300-dən əvvəlcə 57 çıxaq. 300-dən 57 çıxsaq qalır 243. 243-ün də üzərinə 36 gəlsək edir 279. Bizdən nə soruşur? Ləman neçə xal toplamışdır? Ləman 279 xal toplamışdır. Doğru cavab olur C bəndi. 7-ci tapşırığa baxaq. Bu göstərilən şəklin qiyməti 9-dur. İfadəsinin qiymətini deyir tapın. Yəni bura 9 yazsaq. Biz bura 9 yazsaq. İfadənin qiymətini necə taparıq? Mötərizəni vurgu açmaqla da yaza bilərik. Toplayıb vura da bilərik. Paylama xassəsinə əsasən də yaza bilərik. Toplamaqla da vura bilərik. Mən toplayıb sonra vuracağım. 93-ün üzərinə 9 gələcəm. 93-ün üzərinə 9 gəlsək edir 102. 102-ni də 7-yə vursaq edəcək 714. Doğru cavab olur A bəndi. Yüzük kvadratda 35'in sağındaki ədədin 7 mislinin 3 mislini hesablayın. Baxın, yüzlük kvadratda ədədlər necə hesablanır? Yüzlük kvadratı yadımıza salsaq, yəni sağa getdikcə ədədlər 1 vahid artır, sola da getdikcə 1 vahid azalır, yuxarıya qalxdıqca 10 vahid azalır, aşağıya düşdükcə 10 vahid artmış olur. Məsələn, daha aydın olsun deyə bir dənə yüzlük kvadrata uyğun bir şey çəkim. Məsələn, bura 35-dirsə yüzlük kvadrata, bunun sağı olacaq 36, solu olacaq 1 vahid az 34. Yuxarını tapmaq üçün yuxarıya qalxdıqca 10 vahid azalır. Edir 25. 25'in sağı 26, solu 24. 34'ün aşağısı düşdükcə 10 vahid artır 44. 35'in aşağısı 10 vahid çox 45. Burada edəcək 46. Ümid edirəm ki, aydındır. Bizə deyir ki, 35'in sağındakı ədədin 7 misli. 35'in sağında olan ədəd hansı oldu? 36. 36'nın 7 misli. 7 dəfə 6'ın 42, 2 yazırıq. 4 yadda, 7 üçün 21, 4 də yadda 25, 252. Deyir, 35'in sağında duran ədədin 7 mislinin 3 mislini tapın. 252'nin də 3 mislini tapmış olaraq 3 dəfə 2'nin 6, 3 dəfə 5'in 15, 5 yazırıq. 1 yadda, 3 dəfə 2'nin 6, bir də yadda 7. Neçədir? 756. Doğru cavab olur B bəndi. Baxaq 9-cu tapşırığa. Restoran ay ərzində tost sifarişindən 430 manat gəlir əldə edir və 130 manat işçiyə ödəyir. Restoran 3 ay ərzində işçiyə nə qədər pul ödəmiş olar? Baxaq. Restoran ay ərzində tost sifarişindən 430 manat gəlir əldə edir və 230 manat
işçiyə ödəyir. Restoran 3 ay ərzində işçiyə nə qədər pul ödəmiş olar? Burada əslində restoranın toş sifarişindən gələn gəliri bizi çaşdırmasın. Əsas burada məsələdə bizə lazımdır restoran işçiyə nə qədər pul verir. 430 manat gəlir əldə edir. İşçiyə verdiyi pul 230 manatdır. Düzdürmü? Bizdən soruşur, restoran 3 ay ərzində işçiyə nə qədər pul verəcək? 230'u vururuq 3'ə. 1 aya 230 manat verirsə 3 aya 3'ü sıfıra vurursaq 0, 3 dəfə üçün 9, 2 dəfə üçün 6. 690 manat vermiş olar. Doğru cavab olur A bəndi. Misalları həll edin. Sizə rahat olan şəkildə həll edə bilərsiniz. Baxın, bu cürdə yaza bilərsiniz. 100'ü 6'ya vurarsınız 600. Burada onluqdur. 4 onluğumuz 40'dır. 40'ı 6'ya vurarsınız. 240 üzərinə gedər. 4 dəfə 6'nın 24. Və bunları toplaya bilərsiniz. 600'ün üzərinə 240 gələrsiniz. 840 üzərinə 24 gəlməz 864. Siz bir alt-alta vursanız da 6'nı 4'ə vursanız 24, 4 yazarsınız 2 yadda, 6 dəfə 4'ün 24, 2 də yadda 26, 6 yazırsınız 2 yadda, 6 dəfə 1'in 6, 2 də yadda 8. Yenə də bu cavabı almış olursunuz. 481'i 2'yə vuranda, məsələn, gəlin bunu alt-alta vuraq. 481'i 2'yə vursaq, 2 dəfə 1'in 2, 2 dəfə 8'in 16, 6 yazırıq. 1 yadda, 2 dəfə 4'ün 8, bir də yadda 9. Edəcək 962. Sizə hansı yol rahatdırsa o yoldan yaza bilərsiniz. Nümunələr göstərirəm. Burada məsələn 109'u 7'yə vuranda 100'ü 9'a vura bilərsiniz. Belə göstərə bilərsiniz. Məsəl üçün 100 üstə gələk 9, vuraq 7. 100'ü 9'a vurarsınız 900. Üzərinə 9 dəfə 7'nin 63. 9'un üzərinə 63 gələndə edər 963. Paylama hadisəsinə görə yazmış oldum. 333'ü 9'a vur, 333'ü 3'ə vursaz, gəlin alt-alta vuraq. 3 dəfə üçün 9, 3 dəfə üçün 9, 3 dəfə üçün 9. 999. Necə rahatsa o cür vura bilərsiniz. 278'i 4'ə vursaq, 278'i vuraq 4'ə. 4 dəfə 8'in 32, 2 yazırıq 3 yadda. 4 dəfə 7'nin 28, 3 də yadda 31, 1 yazırıq 3 yadda. 4 dəfə 2'nin 8, 3 də yadda 11. Bu 4 rəqəmli etdi. Düz mü vurduq? 8 dəfə 4 32, 8'i 7'yə vursaq 28. %150'ni 5'ə vursaq edəcək 750. Gəlin alt-alta yazaq. 150'ni vursaq 5'ə. 5 dəfə 0'ın 0, 5 dəfə 5'in 25, 5 yazırıq 2 yadda, 5 dəfə 1'in 5, 2 də yadda 7. 750 etmiş olar. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti